Məktəbəqədər təhsil icbari təhsil deyil. Valideynlər hərdən uşaqlarını hətta 2 ay, 3 ay belə bağçaya verib çıxarda bilirlər. Bu səbəbdən biz uşaqların maliyyələşməsini belə ay hesabı eləyəcəyik. 1 illik maliyyələşmə əvvəlcədən verilməyəcək. Uşaqların əlbəttə ki, davamiyyəti monitorinq olunacaqdır və ay hesabı köçürüləcək. Necə ki, valideynlər hər ay ödəyirlər uşaqlarının təhsil haqqını və dövlət də onun üstünə düşən payı ay hesabı ödəyəcəkdir. Bu müqavilə 10 aylıqdır. Maliyyələşmə modelində təhsil haqqının 70%-ni, amma Bakı şəhərində 350 manatdan çox, regionlarda 250 manatdan çox olmamaq şərti ilə dövlət büdcəsi ödəyir. Yerdə qalan pay isə valideyn tərəfindən ödənilir. Bizim qiymətləndirmə meyarlarında çox böyük balla qiymətləndirilən, 100 baldan 50 balla qiymətləndirilən bir bənd var ki, bu da müəssisənin maliyyə səmərəliliyidir. Buna görə də artıq aydındır ki, daha yüksək təhsil haqqı təklif edənlərin qalib olmaq şansı nisbətən az olacaq.